bir video çəkib paylaşmışam TikTokda. Bu da ikincisidir. O vəziyyət belədir, hələ üstdən yağır. Mən müraciətimi elədim TikTokda. Lazımi yerlərə mənim səsimi elə bilirəm eşidəcəklər inşallah. Nəsə bir tədbir görəcəklər. Mən buradan bizim millət vəkilimiz Mahir Abbaszadəyə səslənirəm. Mahir Abbaszadə, sizi mən təyin eləmişəm, mən seçmişəm. Bu 3 barmağım ki, qələm tutan barmaqlarım var. O barmaqlarımla sizə qol çəkmişəm. Sizi seçmişəm, təyin eləmişəm, vəkilim təyin eləmişəm sizi ki, siz bugünkü gündə mənim yanımda olasınız, mənim hüquqlarımı müdafiə eləyəsiniz, mənim problemimi həll eləyəsiniz, gedəsiniz o Milli Məclisdə işıqlandırasınız, belə vətəndaşım var, yardım eləyin. Siz özünüz yardım eləmirsiniz, siz bunu nə böyük işləyir burada gündəm eləyəsiniz, bunu deyəsiniz, problemimi həll eləyərlər. Mən demirəm nəsə mənim üçün vəsait xərcdə öz cibindən. Sən bunu şükür Allah, mənim prezidentim var, cənab prezidentimiz İlham Əliyev. Bunu göstərmək lazımdır, bunu gizlənmək lazım deyil. Nə bunu gizlənmək lazım deyil, nə məndən gizlənməyin lazım deyil. Çıx ortaya, deyirəm məni Əlxan seçib, mən Əlxan Laçınlının qolu ilə seçilib gəlmişəm, bu qonşuların qolu ilə seçilib gəlmişəm. Sən bu bayramda, bu tədbirlərdə gəlib, bu tədbirlərdə özünü göstərib feyzdə nəyə paylaşırsan? Sən harada kabab olur, kabab yiyinə gəlirsən və sən gəlib bu cəmaatın vəziyyəti ilə və sən bir dəfə mən orada nömrəmi də dedim. Sən mənim nömrəmə niyə zəng eləmirsən ki? Əlxan Laçınlı bu nədir başına gəlib? Və sən mənim maaşımı alıb yeyirsən, mənim çörəyimi yeyirsən. Sənə o maaşı dövlət başçımız İlham Əliyev ona görə verir ki, sən bugünkü gündə mənim işimi görürsən. O bilsə ki, sən bu Laçınlılara baxmırsan, dalda, ortada yeyib, qıraqda gəzirsən, o sənə o maaşı verməz. Sən mənim çörəyimi yeyirsən. Sən hər ay ki, o kartdan pul alırsan, o mənim pulumdur, o mənim uşağımın puludur. Məni allatmışsan, o qonşumu allatmışsan, o qonşunu allatmışsan, bu qonşuları allatmışsan. Gör, burada sıralama neçə evdir. Otur maşınına. Gəl bu cəmaatın içinə gir, gəl taxta körpüyə, gəl Aqil müəllimi götür, icra başçımız. Gəl götür, deyən, hə, bu yol deyil düşmüşük, özümüzü düzəldək, Ramazan ayıdır. Deyək, bax, belə suyun içindədir. Deyən, bu Ramazan ayında bu cəmaatı bir eləməyək, Allahdan qorxaq. Ayrı vaxt deyirik, heç olmasa bu ayda özümüzü düzəldək.